Bugünlerde bir kadın müğənni efirə çıxıbdı. Bunu öncə ailəsində çəkiblər, evində, mənzilində. Sonra efirə gəlib dəvət ediblər. O kadrlar da orada göstərilir. Qadın ətrafında uşaqları qucaqlayıb, öpür, oxşayır. Sonra həyat yoldaşı gəlir. Aparıcı da ay Azərbaycanın qeyrəti, namusu, şərəfi, ən ləyaqətli qadını, ən namuslu qadını, ən qürur duyacağımız bir qadın, Azərbaycan qadını deyərək təqdim edir qadını. Qadın da təbii ki yaşlıdır artıq. Qadın da o qədər özündən razı. O qədər özündən razı. Onu elə təqdim edirlər ki, güya Azərbaycanda elə təkcə budur namuslu, qeyrətli. Həmin qadına deyirəm ki, həmin müğənniyə və aparıcıya da bildirirəm ki, bu qadın bir ansambl var idi, ansamblda da qarmon çalan var idi. İndi o kişi rəhmətə gedibdi. Otellərdə yatırdı bu müğənni onunla. Hamı da bilirdi. Bu qadına zəng vuran da müğənni qadına deyirdi, öncə ona zəng vurun. O nə desə mən onu edərəm. İllərlə ər-arvad oldular da, nələrlə də digərləndirmirəm. Məhz onu. İndi gəliblər bunu namus, qeyrət mücəssəməsi kimi bizə təqdim edirlər. Azından biz onu tanıyırıq. Gənclər tanımasa da, gənc müğənnilər tanımasa da biz onu çox yaxşı tanıyırıq. Sara Səfura Bahadurdan bu qədər və həmin bəzi müğənnilər var və bəzi aparıcılar çaşmıyor.